Ya eyyühellezine amenu izâ nudiye lissalâti min yevmil cumu'a. Cümə surəsi. Ey möminlər, mənə inanmamısınız? Mənə inanmısınız da möminlər. Namaza çağırıldınız azan vaxtı, cümə günüdür. Cümə günüdür. İşinizi bağlayın, bağlayın. Fəs'au ilə zikrillah. Tələsin Allahı yad eləməyə və zərül bəy. Alışverişi buraxın. Öz əlindədirsə. İndi müdür buraxmır, o başqa məsələ. Bağla get. Deyir, filan kəslər radikallar, filan adlarını çəkmirəm, daha dəqiq yanaşırlar cümə namazına. Biz yox. Biz yox. İnsan hər kim olur olsun düz iş görür, yaxşı iş görür. Demək lazımdır ki, bunun işi düz işdir. İşini qoyur, harada olur olsun gedir cümə namazına. Allah deyir, qoy, gəl. Maraqlıdır, cümə surəsinin axırı nədir? İnnəllaha xeyrur raziqin, belədir. Xeyrur raziqin. Ruzu verənlərin xeyirlisidir Allah. Deyir, buraxın alışverişi, gedin dükana, gedin dükkanı tərk edin məscidə filan filan. Axırda deyir, mən ruzu verənəm, mən ruzu verənəm. Gündəlik namazdır, iş vaxtıdır. Azan gəlir, hayyə aləs-sala, eşidir, getmir. Ədəbsizlikdir bu, ədəbsizlik, başqa adı yoxdur. Övladı çağırırsan, oğlum, cavab vermir. Adını deyirsən, filan kəs, cavab vermir. Mənim balam cavab vermir. Nə qiymət? Deyir, bu ədəbsiz uşaqdır, atasını saymır. Allah deyir, hayyə aləs-salah, eşitmir. 2 dəfə. Hayyə aləs-salah, bir də, eşitmir. Hayyə aləl-fəlah, çağırır, yenə eşitmir. Hərəsini 2 dəfə, yəni çağır, bəlkə birində ayıldı. Oturub öz işindədir, öz işindədir. Sonra deyir, bu müşkül hardan çıxdı mənim üçün? Bu problem hardan çıxdı? İşim deyir, daşdan çıxır. Ustad Ayətullah Behçət deyirdi ki, hacətləriniz gec verilir, narahatsız. Siz Allahın işini qabağa salın, vaxtında namazı qılın, o da vaxtında problem gələn kimi həll eləsin də sizin üçün. Sən onun işini niyə gecikdirirsən? Ricalun la tulhihim ticarətun və la bey'un an zikrillah. Allah tərifləyir, deyir, o kişilər ki, nə alış-veriş, nə ticarət onları Allahı yad eləməkdən uzaqlaşdırmaz. Azam verildi, işini saxladı, getdi. 10 dəqiqə qıldı da, heç günorta lazım deyil. O bir gedəsən səcdədə ağlayasan saatla, yox. Müştəri gözləyir, işin var. Günorta namazını xülasə elə bir 10 dəqiqə, 15 dəqiqə ged işini gör. Quranda ayə var. Hacılara ehram giyinəndə bir ov haramdır da, ov eləmək haramdır. İndi ov eləmək biz deyirik ki, ov nə məzburdur ki, bu nə hökmdür? İndi başqa zamanda o vaxt qida ovla, ovçuluqla əldə olunur da, yeməyi ovlayıb yeyirdilər əsasən. İndiki kimi deyildi şərə. Yəni ov orada yemək mənasındaydı. Quran deyir ki, elə ki deyir ehramı giyinirlər əyinlərinə, məsələn Minadadır, Ərəfatdadır, Ərəfatda məsələn, deyir ki, ov heyvanı gəlir, Quran danışır bunu. Tənaluhu əydikum və rimahukum. Deyir, gəlir o qədər çadırlara yaxınlaşır ki, əlvi atsın tutarsan. Ya əlindəki qılıncla bir dənə belə vursun, onu ovlayarsan. Allah niyə belə eləyir? Deyir, çünki imtihan eləmək istəyirəm. Dedim ki, olmaz, çıxardacam qabağı. Səhərdən oturub dükanda müştəri yoxdur. Allahu Əkbər deyən kimi biri girdi içəri. Bu hikmət var bunda. Görsün ki, sən ürəyi qoparda biləcəksən onunla. Yoxsa deyirsən, müştəri əldən çıxar. Bir orada denən ki, əvvəla vaxt təyin edirsən, zəndən azan vaxtına təyin eləmə. İkincisi də ki, vaxt deyilsə, müştəridirsə, bağla get, inan Allaha, həvalə elə Allaha. Allah deyib, bu lazım idi mənə. O müştəri, hamısı mənim əlimdədir, müştəri mənimdir də. Mən burada səni yoxladım, vallaha, burada bir dənə keç, onun yüzünü sonra göndərim də sənin qapıya. Sən dala düşməyəcəksən axı. Sən dal düşməyəcəksən. Allahu Əkbər, müştəri gəlir, getmirsən, deyən müştəri Əkbər. Pul Əkbər. Pul Əkbər, tərəziyə qoyur. Hər gün namazda Allahla tərəziyə qoyuruq hər şey. Hər gün Allahla çəkirik. Hansı ağır gəldi. Bunlar hamısı həyatımıza da təsir qoyur. Öz elə bu dünyada, nəğd dünya həyatımıza. Neftin qiyməti ilə deyil hər şey. Mən ə'rəzə ən zikri fə innə ləhu məişətən zənka. Kim mənim zikrimdən üz çevirsə,
onun həyatı sıxıntı içində keçər. Bəli, qazanar, amma xərcləyər. Pis yerə xərcləyər. Qazandığının dadını çıxarda bilməz. Bezər, ruzusu olmaz onun. Ruzusundan faydalana bilməz. Mən yazdıqlarımın yenə də üstündən keçirəm ki, çox vaxtınızı almayayım. Allahın hesab kitabı ilə yaşasa insan, onun əvəzini həyatında görər. Deyir, uşaq xəstələnib müalicəsinə nə qədər pul xərcləmişik. Bir yer var idi, verməliydin, vermədin. Dedin, qabaq düşərəm, orada verəcəkdin, həm qəlbin şad olacaqdı, həm ruzusu əvəzində artıqlaması ilə gələcəkdi, hər şey qaydasında olacaqdı, vermədin, buradan çıxır, ondan çox xərcləyirsən, stres içində ona deyirsən, doyla, buna deyirsən, uşağın dərmanına xərcləyirsən. Bunu mən demirəm. Demirəm, bütün uşağı xəstələnənlər verməyib. Yox, bəziləri var, Allah sınağa çəkir, övliyalara da bunu verir. Amma çoxsu belə deyil. Çox başımıza gələn bəlalar Allahdan qabaq düşmək istəyindən yaranır. Peyğəmbər deyir, azan veriləndə biz onu tanımırdıq, o da bizi tanımırdı. Namaz çox mühümdür. Deyir ki, namazı ki gec qıldın, namaz bəddua eləyir. Deyir, zəyyətəni, zəyyəkəllah. Məni zay elədin, Allah səni zay eləsin. Namaz dilə gəlir. Vaxtında gözəl qıldın, deyir, kərrəmtəni, kərrəməkəllah. Məni əziz tutdun, Allah səni əziz eləsin. Bizim rəqabətlərimiz, bizim yersiz davalarımız, hamısı Allaha inanmamağımızdan. Mən bilirəm bu işi başqası məndən yaxşı görər. O işi ona tapşırmamışamsa, deməli Allaha inanmamışam. Musa Peyğəmbərə deyir, get Fironun yanına. Ulul əzm Peyğəmbərdir. Deyir ki, mən düzdür Ulul əzm Peyğəmbərəm. Amma Harunu mənə şərik elə işimə. O va əfsəhu minni. O məndən daha yaxşı danışır. Görürsənsə bu səndən daha yaxşı danışır. Özünü niyə soxsan ki qabağa? Bunlar hamısı ondandır ki, sən inanmamısan, iman gətirməmsən. Mən özümdən misal deyim, mən məsələn, yas aparmıram da, yas məclisi aparmamışam heç vaxt. Amma məclislərə dəvət edirlər, yasda da olur ki, gəl bir saat söhbət elə falan. Heç vaxt onun qarşılığında heç nə almamışam. Da bəzi adam var ki, da bilməm, dava eləyir adamla, bilmirəm, indi onda atıb maşına çıxıb gedib, nə eləyib falan. Amma özümdən təftiş eləyəndə, həmişə fikirləşirəm ki, bu deməkdir ki, mən ixlasla iş görürəm. Ola bilər bir adam getsin, alsın da qarşılığına müxalis adam olsun. Bir adam almasın, amma ne üçün almasın? Desinlər ki, filan kəs təmənnası. Bu desinlər var, desinlər, onu göstərir ki, insan ixlası yoxdur. Bunu nə üçün dedim? Onun üçün dedim ki, deyirəm, yəni insanların ixlası, xalisliyi, Allaha bağlılığı onunla ölçülür ki, insan bilə ki, bu məndən daha üstündür, bu məndən daha fəzilətlidir bu işdə, onu qabağa verər. Yoxsa mən yapışmışam orada, pul da almıram heç kəsdən, xalis bu deyil. Xalislik belə yerlərdə imtihan olunur. Belə yerlərdə sınağa çəkilir. Sözümü bitirirəm, yəni möminlər o zaman din haqqında danışanda tutarlı olacaq sözləri ki, cəmaat görsün ki, bu şeylərə əməl edir. O baxır buna, görür ki, o da harama qaçır, bu da işi problem olan kimi qaçır harama, o da ticarətdə yalan danışır, bu da yalan danışır. Deyim, mənlə bunun nə fərqi oldu? Allah o boyda, Allah o əzəmətdə bir iş görməyə, bir iş buyuran da bizə deyir, İnnəlləhə və mələikətəhu yusalluna alən-nəbi. Deyir, Allah və mələkləri Peyğəmbərə salam göndərir. Sonra deyir, ya eyyuhəl-ləzinə amənu, sallu aleyh. Siz də salam göndərin. Əvvəl deyir, özüm eləyirəm, Allah. Mən salam göndərirəm, gözü bir ayədə nə qədər ibrət var. Mən salam göndərirəm, siz də salam göndərin. Biz o zaman sözümüz təsir qoyacaq ki, belə məsələlər həyatımızda izini göstərsin, həyatımızda görünsün ki, biz inanmışıq. Cəmaat görsə ki, biz inanmışıq. Onda sözümüz təsir eləyər. Yoxsa sən danışsan, deyir, düz sözlü özün inanardın da. İnanmışam, axı, inanmamısan. Sən də elə mənim kimi aldadırsan. Sən də mənim kimi bir balaca problem düşən kimi özü itirirsən. Deməli, sən Allaha inanmamısan. Allaha inanan adam aram olar, amma çalışar işi üçün. Dəqiq çalışar, dəqiq addımlar atar, amma qəlbi arxayın olar, aram olar. Allah bizi təvəkkül eləyən bəndələrindən qərar versin.